8-ci kilometr bazarı alıcıların sıx müraciət etdiyi əsas ticarət məkanlarından biri olsa da, qiymət artımı, antisanitariya və xidmət keyfiyyəti ilə bağlı narazılıqlar gündəmdə qalmaqdadır. Ticarət sahələrində çəkiliş zamanı qeydə alınan görüntülər, məhsulların saxlanılması, təmizlik və ümumi təşkilatçılıqla bağlı bir sıra uyğunsuzluqları ortaya qoyur. Vətəndaşların fikirləri də bu məsələlərin uzun müddətdir davam etdiyini göstərir. Keçən ilə nisbətən düzdür, çox bahalaşma var. Hər vaxtınız xeyir olsun. Üçqat xəbər efirdədir. Studiyada xanım Ataçıyeva. El arasında Basmoy bazarı kimi tanınan 8-ci kilometr bazarında bir sıra narazılıqlar var. Məsələ ilə bağlı ətraflı məlumatı hadisə yerində olan əməkdaşımızdan alacağıq. Bazarda olan antisanitar vəziyyət, qiymətlərin artımı və başqa problemlərin həllini əməkdaşımızın surətindən görəcək. 8-ci kilometr bazarındayıq. Burada alıcıların xüsusilə qiymət artımı, təmizliyə riayət və ümumi xidmətlə bağlı narazılıqlar müşahidə olunur. Ətrafımıza nəzər saldıqda sanitariya tələblərində çatışmazlıqlar görünür. Biz bu problemlərin mənbəyini öyrənmək üçün həm alıcılardan, həm də satıcılardan onların mövqeyinə uyğun sorğu keçirəcəyik. Qiymətlər sizi qane edirmi və yaxud da qiymətlərdəki dəyişiklik hiss olunurmu? Bəli, aşırı dərəcədə hiss olunur. Hər birində, bütün meyvələrdə olsun, isti tərəvəzlərdə olsun, ərzaq məhsullarında olsun. Əslində qiymətlərdə dəyişiklik həmişə var. Keçən ilə nisbətən düzdür, çox bahalaşma var. Bazardakı qiymət artımının səbəbini nədə görürsüz? Qiymət artımının səbəbində görürəm ki, günü-gündən artır bu proseslər. Yəqin ki, fermerlər məhsulları bahalılar. Ərzində bəlkə də bir-iki dəfədə qiymət artımı müşahidə olunur. Bu da hamısı gəlir aşağı təbəqə insanlara əlavə xərclərinə səbəb olur. Qiymətin bahalaşmağında o səbəb, yəni indi ola bilər, havadan da ola bilər. İçinizdə qalanda da heç bir qiymətdə bahalaşmaq, heç bir şey yoxdur. Allaha şükür cəmaatımız da lap qəşəngdir, qəşəngdə yaşayır, imkanı da var. Ümumi bazar şəraitində sanitariya qaydalarına əməl olunurmu? Əlbəttə olunur. Olunur, hardasa da olunmur. Qida Təhlükəsizliyi Agentliyindən ekspert Kamil Əmirli bildirib ki, agentliyin plandankənar nəzarəti zamanı 8-ci kilometr bazarında obyektlərin birində diri quşların qanunsuz satışı və kəsimi, süd məhsullarının, turşuların və diri balıqların soyuducusuz və ekspertizasız satışı kimi nöqsanlar aşkar edilir. Sahibkar tərəfindən bütün çatışmazlıqlar aradan qaldırılıb, qanunsuz kəsimlər ləğv olunub, dezinfeksiya aparılıb, süd məhsulları soyuducu vitrinlərə yerləşdirilib. Satış sahələri gigiyenik tələblərə uyğunlaşdırılıb, işçilər tibbi müayinədən keçib. Agentlik həmçinin bildirir ki, monitorinqlərin məqsədi istehlakçıların hüquqlarını qorumaq və bazarların sağlamlaşdırılmasını təmin etməkdir. Basmoy bazarında apardığımız araşdırma və ekspert rəyi onu göstərir ki, bazarda həm qiymət artımı, həm də sanitar vəziyyətlə bağlı müxtəlif problemlər mövcuddur. Bunun həlli alıcıların diqqəti, satıcıların məsuliyyəti və aidiyyatı qurumların nəzarətindədir. Alsi İsmailova, Nəzrin Teymurzadə, xanım Ataçıyeva, Üçqat xəbər.